Selamun Aleyküm ya cema'a. Bugünkü mövzumuz feillərin amələ feilinin xüsusilə digər formalarda, qəliblərdə ayrı-ayrı mənalarda işlənməsini öyrənəcəyik. Məsələn, amələ qəlibində, yəni fəalə modelində feilin özü işləmək mənasındadır. Ammələ modelində idarəçi təyin etmək, mənasındadır. Amələ modelində davranmaq və ya ticarətlə məşğul olmaq mənalarında işlənir. Təammələ modelində, yəni təfəalə modelində cəhd göstərmək, və ya çox çalışmaq, bu mənalarda işlədilir. Və belə bir mövqedən də baxsaq, amil modelində üçüncü baba bənzərliyi olmasından əlavə hərəkət fərqinə görə anlamı da fərqli olur. Amil burada işçi mənasında işlənilir. İşçi və ya edən, yəni fail modelində. Bir qəlibdə də amil modelində, amil qəlibində isə hərflər eyni olsa da anlamca tamamən ayrı mənadadır. Cəsus və ya kəşfiyyatçı mənasında işlənir. Fail modelində bir digər model isə muamələ. Buradakı təmərbutə məsdər formasında olduğu üçün, yəni burada təmərbutə qadın cinsi olaraq deyil, onun məsdər formasında, yəni o qəlbin məsdər formasında olduğunu göstərir. Muamələtun davranış göstərmək və bağlantı, əlaqə, sosial əlaqə mənalarında da işlənir. Davranış, bağlantı və ya əlaqə və sosial əlaqə anlamında işlənir. Bugünlük bu qədər. Digər mövzularımızda digər feillərə anlamların fərqli və ya eyni olan digər mövzularda görüşənəcək.